Komandamız Gədəbəy rayonunun Aytala kəndinin probleminə işıq tutmaq üçün yolunu bu səfalı kənddən saldı. Sakinlərin problemi Aytalada mavi yanacağın olmamasıdır. Onların sözlərinə görə hər ay odun almaq üçün kifayət qədər pul xərcləməli olurlar. İş o həddə çatıb ki, bəzi kəndlilər evini isitmək üçün həyət bacalarında min bir əziyyətlə yetişdirdikləri bar verən ağacları kəsib yandırmalı olurlar. Qaz yoxdur, meşə qırışdanır, gedir bir qoca qadınam. Evdə tək-tənha yaşayırım. 50 manatdan odun metri. Meşədə qırılmağa qoymurlar. Nə yandırmalıyam? Bar ağacını. Odunla, çil-çil, bir nə bilim, ağacı qırırıq, meyvə ağacından zaten qırıb, plitka ilə, belə. Aytalada qaz infrastrukturunun olmaması həm yerli cəmaatı qaçaq salıb, həm də burada turizmin inkişafına mane olur. Bunu biz yox, sakinlər belə deyir. Biz söz növbəmizdə mavi yanacaq axtarışında olan Aytala sakinlərinin probleminə çarə axtarmaq üçün məsul qurum Azəriqaz İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birliyin mətbuat xidmətindənsə dedilər ki, Gədəbəy rayonunun qazlaşma idarəsi ilə əlaqə saxlanılıb və məsələ araşdırılır. Araşdırma tamamlandıqdan sonra Azəriqaz İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev bildirdi ki, Gədəbəy rayonunun Aytala kəndinin qazlaşdırılmasına Azəriqaz İstehsalat Birliyinin maliyyə imkanlarından asılı olaraq növbəti mərhələlərdə baxıla bilər və məlumat üçün deyim ki, bu rayonun əhali sayına görə qazlaşma səviyyəsi 81,2% təşkil edir. Ümid edirik ki, qısa vaxt ərzində təbii qazla təmin olunmuş Gədəbəylilərin sırasına Aytala cəmaatı da qoşulacaq.